bir de olmayacak. Rasim Balayev için bir mahnı yazmıştım. Bir de bakım akan çaya, doğan güne çıkan aya, kısmet olaya olmaya, bir de bakım bu dünyaya. Rasim Balayev onu ifa elədi, o tarixte kaldı. Bir təskinliyimiz var da qalanı xatirədir. Onun gözəlliyi, onun boybuxunu, onun yaraşığı, hər şey vardı onda. İnsanlıq yüksək səviyyədə. Biz Azərbaycanımızın yox, dünyamızın Nəsimisini itirmişik. Nəsimi indi ölübdür. Nəsimi neçə yüz il bundan qabaq ölməyibdir. İndi öldü Nəsimimiz. Rəhmətə getdi. Allah rəhmət eləsin. Rasim müəllimlə biz səhnə yoldaş olmuşuq, səhnədə tamaşalar oynamışıq. Mehdi Məmmədovun quruluş verdiyi İblis tamaşasında Rasim müəllimdən tərəfdarı, Arif oynayıb, mən Eldar oynamışım. Aydın tamaşasında Dövlət bəy oynayıb, mən Aydın oynamışım. Kifayət qədər səmimi münasibətimiz, dostluğumuz, həmkarlığımız olubdur. Çok güzel insan idi. Çok aktör, büyük aktör olmakla yanaşı büyük şəxsiyyət idi. Hələ çox fikirləşəcək, çox hakkında xoş sözler, xatirələr çox deyiləcək. Amma yoxdur. Allah ona qəni-qəni rəhmət eləsin. Xalqımızın fədakar oğlu, xalqımızın sevimli oğlu, xalqımızın sevimli Nəsimisi Babəyi, aktyoru, böyük şəxsiyyəti. Geçen ayın 24'ünde. Ben xəstəxanadan çıxdım, evə gəldi, o Türkiyəyə getdi. Və gedən telefonla bir xeyli dərdləşdik. Elə kinodan danışdıq, mədəniyyətdən danışdıq. Dostların dünyasını dəyişənləri yad elədik. Azərbaycan kinosunun, Azərbaycan teatrının çox görkəmli bir əfsanəvi bir aktyoru idi və elə bir aktyoru itirmək əlbəttə ki, bizim üçün çox ağırdır. Hər yaranan bir gün köçməlidir bu dünyadan, amma məsələ ölümdə deyil. Məsələ sənin yaşadığın bu həyatda sənin elədiklərindir. Rasim müəllim mən xalq salanda yubileyində gəlib sözünü deyib. İndi onun barədə mənim üçün demək açıq çox çətindir. Ruhu şad olsun, xalqımız da sağ olsun, devlətimiz də sağ olsun, əlindən gələni elədi onun üçün. Hələ institut dövründə o özünü bir gözəl aktyor kimi tanıtdı. Elə bil ki, biz Babəkimizi, Nəsimimizi itirdik.